Artıq dünyada 8 milyondan çox insan Parkinsonizm sindromundan əziyyət çəkir və ildən ilə də bu rəqəmlərin sayı artır. Bu, sinir sisteminin degenerativ bir xəstəliyidir və çox zaman müxtəlif səbəblərdən yaranır. Bir, genetik olaraq beynin özündə olan müəyyən dəyişikliklər nəticəsində dopamin çaşmamazlığı yaradır ki, bu da bazal qanqionlara təsir edərək ilk növbədə hərəkətin yavaşlaması ilə özünü göstərir və tədricən bura əzələnin rigidliyi, tonusun artması nəticəsində əldə, qolda sərbəst hərəkət yavaşıyır, xəstə özünə qulluq eləyə bilmir, yerində çevrilə bilmir, paltarının köynəyinin düymələyib açmağında çətinlik çəkir və əllərdə, əsasda əl barmaqlarında əsmələr, tremor olur. Bu tremor çox zaman sakitlik vəziyyətində özünü göstərir. Xəstə hərəkət edərkən, yatarkən bu əsmələr zəifləyir və itir. Və xəstələrin bəzilərində vegetativ dəyişiklik olur. Buna nə aiddir? Ağız suyunun artması, üzdən yağın axması, xəstələrdə yuxu pozğunluğu, depressiya, əsəblik, bəziləri hətta özünə qapanır, digərləri ilə ünsiyyətdən qaçır. Və bu insanlarda çox vaxt hərəkətdə postural dəyişiklik olur. Bu da özünü yeriyərkən birdən-birə sürətli qaçışla əvəz olunması, yeriyərkən, gəzərkən tez-tez yıxılmalar. Bu vəziyyət xəstəni tədricən 5 mərhələdə inkişafını davam etdirərək son hallarda xəstədə artıq tam hərəkətsizlik, əlillik yaradır. Və bu xəstəliyin əmələ gəlməsində idiopatik parkinsonizmdən başqa bir də var müxtəlif səbəblərdən. Beynin qan dövranının pozulması, beyində olan iltihabi dəyişiklik, ateroskleroz, müxtəlif xəstəliklər nəticəsində müxtəlif dərmanların sui sürətdə qəbulu zamanı bədəndə yaranan toksiki dəyişiklik, metabolik dəyişikliklər də dəm qazı ilə zəhərlənmələr və digər toksiki maddələrlə bədəndə toplanma nəticəsində bu sindrom bir də bu vəziyyətlərdən yarana bilir. Və xəstəliklərin qarşısını almaqdan ötürü xəstələr həkimə gedən zamanı ona Parkinson əleyhinə preparatlar təyin olunur. Və bu preparatlar da müəyyən müddət qəbul edildikdən sonra bədən ona öyrəşir, artıq öz təsirini itirir. Və xəstə həkimə yenidən müraciət edəndə bu dərmanların miqdarı və dozu artırılır ki, xəstə özünü idarə edə bilsin. Bunlar da ən çox 5 ildən sonra öz təsirini itirir. Xəstənin hərəkətləri çox məhdud olur, xəstə özünə heç qulluq edə bilmir, yəni yeyə bilmir, geyinə bilmir, xəstə özünə qarşı çox depressiv vəziyyət alır, yuxusu pozulur bunların. Və belə halda xəstə tədris olunmuş vəziyyətdə olur. İnteqrativ tibbdə Parkinson xəstələrinin müalicəsinə yanaşma tamamilə fərqlidir. Qeyd edim ki, bizim klinikamızda Parkinson əleyhinə preparatlar işlədilmir. Xəstələri müalicə etməyimiz nəticəsində həmin o dərmanların dozu və miqdarı tədricən müalicə əsasında aşağı salınır. Elə xəstələrimiz var ki, hətta o dərmanlardan tədricən azad olunublar. Xəstəyə müalicə etməkdən ötürü birincisi, xəstədə əmələ gələn o toksiki məhsullar bədəndən xaric olunur. Ona görə ki, bu ağır dərmanlar qəbul edildikdə qaraciyərə toksiki təsir göstərir. Bağırsaqda müəyyən fəsadlar yaradır və bunlar da bağırsaq beyin oxuna təsir edərək beyində həmin dopamin çaşmamazlığı nəticəsində olan prosesi genişləndirir. Ona görə bədəndən bu toksiki məhsullar ilk növbədə orqanizmdən xaric olunur, bağırsaq beyin oxu bərpa olunur, orqanizmdə ortomolekulyar terapiya başlanılır. Bu xəstəlik hüceyrənin içərisinə təsir etdiyi üçün mitoxondrial çaşmamazlıq verir və orqanizmdə tənəffüs çaşmamazlığı, oksigenə tələbat artdığı üçün xəstədə mitoxondrial çaşmamazlığı aradan qaldırmaqdan ötürü ozonoterapiya, oksigen terapiya aparılır və eyni zamanda xəstədə əhval-ruhiyyəni yaxşılaşdırmaq, hərəkəti aktivləşdirməkdən ötürü reabilitasiya işləri görünür. Yəni, bioloji tənzimləyici inteqrativ tibb köməyi vasitəsilə tək bir əlamətə deyil, bir simptoma deyil, təkcə beyin toxumasına deyil, bütün orqanizmə müalicə gedir və bu proseslərin inkişafında, yaxşılaşmasında bütün deməli immun sistemin, endokrin sistemin birləşmiş rolu nəticəsində biz sağlamlıq əldə etmiş oluruq. Özlərini idarə edə bilirlər, artıq pilləkənləri rahat düşüb çıxa bilirlər, öz köynəklərini geyinib çıxarda bilirlər. Bunların əhval-ruhiyyəsi də yaxşılaşır, yuxusu da yaxşılaşır və tədricən o Parkinson olan tələbat, dərmanlara olan tələbat da aşağı düşür və öz həyatlarını davam etmiş olurlar.